Sizlərə bilik modellərinin idrak taksonomiyasının hansı səviyyəsi ilə daha çox və daha sıx işləndiyi haqqında məlumat verirəm. Əgər bu tipli videolar sizin üçün faydalıdırsa, videonu bəyənməyi və qeyd etməyi unutmayın. İlk olaraq faktoloji bilik. Faktoloji bilik idrak taksonomiyasını xatırlamaq mərhələsi ilə sıx işlənir. İkinci bilik modelimiz prosedural bilik modelidir. Prosedural bilik modeli idrak taksonomiyasının yadda saxlayırıq ki, anlamaq və tətbiq mərhələləri ilə bir yerdə sıx işlənir. Üçüncü bilik modelimiz konseptual bilik modelidir. Konseptual bilik modeli idrak taksonomiyasını anlamaq, təhlil etmək, dəyərləndirmək və eyni zamanda yaratmaq mərhələləri ilə sıx işlənə bilər. Və sonuncu bilik modelimiz metakognitiv bilikdir ki, metakognitiv bilik modeli idrak taksonomiyasının daha çox yaratmaq və dəyərləndirmək mərhələləri ilə işlənə bilir.